Baba, bədənində, başında güclü ağırlıq var sənin. O ağırlıqdır, yığılıbdır bədəninə, canım. And olsun, buz kimidir bədənin. Sənə olmaz. Mən həqiqətən də bu mənə dedi, boğulasa. Mən inanmadım. Bax, nə deyim, yalandan nə deyim. Həqiqətən də gördüm, şey oldu, özümdən getdim, Quran haqqı boğuldum. İndi ben ne edin bayram sen bu? Dostlar, necəsiz? Salam burada. Salam, salam, necəsiz? Çox sağ olun, yaxşıyam. Aktrisamız buradadır. Bir daha hatırladırım ki, hörmətli tamaşaçılarımız, məşhur aktrisamız. Siz Instagram dostlarım, necəsiz? Bilirsiniz ki, bu gün mənim üçün özəl günlərdən biridir ki, bugün mənim efirə çıxmağımın 10 il bitir. 10 ildir ki, məni tək buraxmayan bütün televiziyalara təşəkkürlüyümü bildirirəm ki, hər zaman öz verilişlərində mənə yer alıb, xalqa göstərdilər və xalqın qabağında böyüdüm. 10 il bundan elə öncə sizlərin qarşınızda bugün çıxmışdım. Bugün artıq 10 il bitir, bu il elə qeyd edirəm mən. Elə gecə başlamaz ilk güllər Azər qardaşımdan gəlibdi ki, Moskvada olsa da öz dostları ilə tapşıraraq mənə gözəl güllər göndərib. Mən də gülləri çox sevirəm, çox sağ olsun elə. Nə qədər dostlarım bugün gələcəklər, məni tək buraxmayacaqlar. Məni sevən hər kəsə təşəkkürlüyümü bildirirəm ki, bugün nə qədər məni sevdiniz, məni bu yerə çatdırdınız, elə indən sonra da sevəcəksiniz. Tənqid edən də olacaq. Əsas odur ki, mənə öz işimi bilən, dəyərli, sözünü demiş insanlar məni sevir, mənə dəyər verirlər. Bu mənim üçün yetərli. Əsas sizlərin sayənizdə mən buyurum. Aziz dostlar, görürsünüz baxın necə yağış yağır, ama yağış yaxşı insanın ruhunu təmizləyir, enerjisini çoxaltır, donluqda yıldırım çaxır. Yağış yağır, yağış. Görürsünüz yağış çok güzel. Çok insana enerji verir. Müsbət, ama yıldırım çakmasa yaxşı. Beni qurub eləyən daxıllıqlarımdan. Yağış yağır, yıldırım çakır ama yağış əslində insanın ruhunu təmizləyir. İnsanın gözəl anına bəxş edir. Salam mənim əziz Instagram dostlarım, bilirsiniz sizə haradan salamlayırıq. Qəbələdə çox yazırdınız, axır ki gəldim, sizin sevginizi görüp heyran oldum. Həqiqətən də burada məni çox sevirlər, çox gözəl qonaq pərvərliklərini mənə göstərdi. İndi bir restoranda gözəl insanlar tərəfindən qonaqlıq, bura çox gözəldir. Mənzərəsi, insanları və məni sevən xüsusi insanları da buradan salamlayıram. Göstər gör nə gözəl mənzərəsi var buranın. Çox heyran qaldım buranın mənzərəsinə. Ərəblər də yaman çoxalıb ha burada. Hanı qonağımız? Məhz o bizim müğənnilər üçün də burada konsert təşkil olunacaq, mən burada əminəm. Mənim icazəm olmadan ola bilməz. O sizə də gəlir. 80% mənim yanıma gəliblər. 100.000 manat məbləğində qanunlar ödəyəcək. Bəs niyə gedirsiniz axı? Sultan Show'da bu həftə ekskluziv olaraq məni görəcəksiniz.
Instagram dostlarımız, Qəbələlilər sizi salamlayırıq. Bugün öz komandamızla birlikte Qəbələyə gəlmişik. Bura çox gözəldir. Eşq olsun siz Qəbəlilərə, sizləri sevirəm. Bilirəm sizlər də məni çox sevirsiniz. Çox gözəl ilgi görürəm mən burada özümə qarşı. Çox gözəl, hörmətli insanlar çağırıb gəlmişik. Çəkilişlərimiz də bugün olacaq. Başınıza gəldi mi? Buranı gözəlləşdirən hər kəsə təşəkkür edirəm ki, bura bizlər üçün, insanlar üçün çox gözəlləşir. Götürməyib, cadu eləyib, ayırmaq istəyən həmkarlar olub, amma sizi qoruyan qüvvə var ki, onu təsir elətdirməyib. Özünüz də bilmişsiniz ki, filan kəs sizə cadu eləyir. Mən bilirəm. Firuzə xanımın bu dəqiqə çox şeyi, elə bir gəlib, pul da gəlib. Onun bərəkətini bilirsiniz niyə görməyib? Onu o qədər eləyiblər ki, bəzən o qədər toylar olubdu, Firuzə xanım elə eləyiblər ki, o toya heç getməyə halı olmasın, xəstə yatsın. Halı olmasın ki, olur mu Firuzə xanım elə şey? Doğrudan. Heç indi televiziyalara da getmək istəmirəm. Sizə o qədər mənim hörmətim var. Mən bax bu verilişə gəldim sizə görə. Bax ona olunan şey elə bir başından bir tot tuturdu, elə bir halsız olurdu. Bədəni elə bir yuxluyurdu da. Elə bir ki kimsə çağırsın oradan, ona gedib hay verməyə halı olmayacaqdı. Amma bu qismət deyil, bunu olunub. Mən Firuzə xanımla bir verilişdəydim. Çıxanda Firuzə xanıma dedim ki, sizə dayanmadan eləyirlər. Qıfıla bağlayırlar. Firuzə xanım əvvəl heç... Onda Firuzə xanımın zəif yeri qıfıldır da, məncə oradan bağlayırlar onu. Roza xanım əslində özü mən elə bir baxanda hiss edirəm ki, elə bir Roza xanım həm ekstrasens kimi görürəm. Çünki güclü hissiyat var, hiss eləyə bilir hər şey. Nəsə olacaqsa onu hiss eləyə bilir. Və ətrafındakı xanım bilir ki, ona yenə də pislik eləyir, amma bəzən qıra bilmir. Mən sənə düzün deyəcəm, üzvə. Sən bilirdin bunu mən sənə deyəcəm. Mən sənə heç vaxt inanmamışam. Amma axırıncı cümlənə mən deyirəm ki, sən çox güclü ekstrasens. Nə dedi ki axırıncı cümləni? Nə dedi? O özü bilir. Nəylə bağlı dedin Bayram? Nə dedin axırıncı cümləni? Dedim də, elə şeylər var. Hə, belə dedin. Amma doğrudan etiraf elədim. Üzünə gülürsü var. Bunu çox istəmişəm bir personaj kimi. Bir insan kimi. Özünə də yazmışam burada əsəbləşəndə ki, ay bala əsəbləşmə belə elə. Amma indi sənə deyirəm, bu sözümün də arxasında bütün qalan ekstrasenslərin var ha. Hamısının yanında deyirəm, sən çox güclü hissiyatın var. Düzdür, bu şıltaqlığın sənə cəmaatda inamsızlıq gətirir, amma fakt sən... Mənim əziz Instagram dostlarım tez-tez yazırsınız ki, dəvə südündən bizə də bir, bizə də bir. O Dubaydan xüsusi mənim üçün gəlir. Hər səhər ondan üzümü yuyuram, duş qəbul edirəm və gözəl görsənir. Efir üçündür, yəni efirəzada çıxanda. Yazırsınız, ay dəvə südünü bu qədər pul verirsiniz, bizə də verin. Bu dəfə 7.000 liraya həm dəvə südündən verəcəm, həm də 400 manat pul verəcəm. İhtiyacı olan nəyisə varsa, xaşlayar. Sonra deməyin ki, elə gözünüz qalmasın. 400 manat da verəcəm, dəvə südü də göndərəcəm 7.000-ci yoruma. Araşdıracaq, göndərəcək. Öpürəm hər birimizi.
Necəsiz? Salam, axşamınız xeyir olsun. Necəsiz mənim əziz Instagram dostlarım? Deyirəm, hava çox gözəldir. Ümumiyyətlə, bu havada evdə oturmayın. İstidə, kondisioner başınızı ağrıtacaq. Müxtəlif bölgələrimizdə gözəl gəzməli yerlər var. Gedin, ora gəzin. Deyirəm, dağların arası, təmiz hava çox gözəldir. Ölkəmiz çox inkişaf edir. Çünki müxtəlif ölkələrdən bizim ölkəmizə gəzməyə gəlirlər. Bu çox sevindiricidir. Biz də qalxırıq milli mətbəxi dağın dibinə. Öz gözəl xörəklərimizdən dadmağa. Öpürəm hər birinizi, özünüzə yaxşı baxın. Məni sevən hər kəsi, mən də sizləri çox sevirəm.